Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Ali-İmran surəsinin 159-cu ayəsi ətrafında danışacağıq. Ayədə Allah Teala buyurur: "Fəbimə rahmetin minallahi linte lehum." Allahın rəhmətindəndir ki, sən insanlarla mülayimsən. "Vələv kunta fazzan ghalidhal qalbi lenfaddu min havlik." Əgər sən kobud olsaydın, insanlar ətrafından qaçardılar. Ayənin birinci hissəsində Allah Teala Peyğəmbərin insanlarla mülayim olmasına toxunur. Buyurur, bu mülayimliyin səbəbi Allahın insanlara, Peyğəmbərimizin özünə olan rəhmətidir. Allahımız Peyğəmbəri rəhmət olaraq göndərmişdir. Və mə arsalnəkə illə rəhmətən lil aləmin. Peyğəmbərin vücudu, varlığı bütün bəşəriyyətə rəhmətdir. Ona görə də Allah Teala Ənfal surəsinin 33-cü ayəsində buyurur: "Əgər sən olmasaydın, biz onları məhv edərdik. Sənin varlığın mane olur ki, biz onları aradan aparaq." Peyğəmbərin öz varlığı bəşəriyyət üçün rəhmət mənbəyidir. Peyğəmbərimiz həm insanlarla mülayim idi, həm mehriban idi, insanlarla çox mehriban idi. Peyğəmbərin insanlara qarşı həm məhəbbəti var idi, həm də o məhəbbəti qorumağa çalışırdı. Allah Teala Tövbə surəsinin 128-ci ayəsində belə buyurur: "Laqad ca'akum rasulun min anfusikum, azizun alayhi ma anittum, harisun alaykum bil mu'minina raufur rahim." Sizin özünüzdən sizə rəsul göndərdik, elçi göndərdik. Azizun alayhi ma anittum. Sizin çətinlikləriniz, sıxıntılarınız ona ağır gəlir, onu incidir. Niyə? Harisun alaykum. Çünki Peyğəmbər bütün insanlara aşiq idi. Harisun alaykum bil mu'minina raufur rahim. Möminlərə qarşı isə xüsusi bir məhəbbəti var idi. Möminlərə qarşı xüsusi bir mehr, məhəbbət daşıyırdı. Peyğəmbər həm insanları sevirdi, həm də bu sevgini qorumağa çalışırdı. Mehriban idi, yəni mehri, məhəbbəti qoruyurdu. Ondakı o insanlara qarşı olan məhəbbət emosional bir məhəbbət deyildi. Şuurlu bir məhəbbət idi. İnsanları dərindən sevirdi. Allah Teala Şuara surəsinin 3-cü ayəsində buyurur: "Ləalləkə baxiun nəfsəkə əllə yəkunu mu'minin." Onlar mömin olmurlar. Sən özü məhv edirsən. Onlar hidayət olmurlar. Sən özü həlakətə atırsan. Peyğəmbərimiz insanları hidayət etmək üçün o qədər çalışırdı ki, hətta Allah buyurur, sən niyə özünü bu həddə məşəqqətə salırsan? Niyə özünü üzürsən? Onlar mömin olmurlar deyə sən özünü üzəcəksən, həlak edəcəksən. Taha ma anzalna aleykel Qur'ana litəşqa illə təzkirətən limən yaxşa. Taha, biz sənə Qur'anı nazil etmədik ki, özünü məşəqqətə salasan. Sənin vəzifən təkcə deməkdir. Bu ayələr göstərir, Peyğəmbər insanların hidayəti üçün, islahı üçün özünü şam kimi əridirdi. Niyə? Səbəb nə idi? Çünki insanları sevirdi. O sevgini qoruyurdu. Ona görə də insanların xoşbəxtliyini istəyirdi. Onları həm dünyada, həm axirətdə xoşbəxt etmək istəyirdi. Digər ayələr də bu məzmunda mövcuddur ki, Allah Peyğəmbərimizə bu həddə çalışmamağı məsləhət edir. Deyir, sənin vəzifən təkcə iblağdır, təbliğ etməkdir. İnsanlara Allahın ayələrini xatırlamaqdır. Ayənin davamında Allah Teala buyurur: "Fa'fu anhum vəstəğfir ləhum və şavirhum fil amr." Peyğəmbərə 3 göstəriş verir. Buyurur, 4-cü göstəriş də var bu 3 göstərişdən sonra. Birinci, əff elə onları. Sənə qarşı səhvləri olub, xətalar ediblər, haqqıva giriblər. Bu insanları əff elə. İkinci göstəriş budur. Vəstəğfir ləhum. Hətta onlar üçün bağışlanmaq istə. Allahdan istə, Allah onları bağışlasın. Onların bəzi günahları var,
Allahın haqqına giriblər o günahlarda. Sən onlar üçün bağışlanmaq istə. Və şavirhum fil amr. Onlarla öz işlərində, dünya işlərində məşvərət elə. Məşvərət İslamda çox önəmli bir məsələdir. Məşvərət sözü şovur sözündəndir. Bal arının güldən çəkdiyi şirəyə ərəb şovur deyir. Məşvərət elə, yəni insanların zəka şirəsini çək, insanların ağlından bəhrələn. İnsan nə qədər ağıllı olsa da, nə qədər bilikli olsa da, gərək mütəxəssislərlə ixtisas üzrə, mövzu üzrə məsləhət eləsin, məşvərət eləsin. Allah Peyğəmbərimizə buyurur ki, məşvərət elə. Baxmaraq ki, və mə yantiqu anil hava, in huvə illə vəhyun yuha. Onun bütün dedikləri vəhyidir. Amma Allah məsum Peyğəmbərə deyir ki, dünyəvi işlərdə, dini işdə yox. Bu məsələlər ki, dinə aiddir, Allah Quran nazil eləyib, onun şərhidir, İslamın özüdür. Onu Peyğəmbər insanlara çatdırmalıdır. Amma dünyəvi məsələlər var. Peyğəmbər o məsələləri insanlardan da yaxşı bilir. Amma insanlara qiymət olaraq, insanlara nümunə olaraq onlar da məşvərət eləyirdi. فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ فَإِذَا عَزَمْتَ وَتَوَكَّلْ عَلَى اللّٰهِ Qərarı Peyğəmbər verəcəkdir. Son qərarı Peyğəmbər verəcəkdir. Peyğəmbərin ictimai fəaliyyəti, siyasi fəaliyyəti, hətta ailədəki rəftarı, büsbütün bunlar Peyğəmbərin mülayimliyindən irəli gəlir. Peyğəmbər həm ailədə mülayim idi, həm cəmiyyətdə. Peyğəmbər həm ailəyə qarşı dərin məhəbbət bəsləyirdi, həm insanlara qarşı, həm də ailəyə qarşı güzəştli idi, cəmiyyətə qarşı da. Bütün insanların hidayətini istəyirdi. Hətta o kafir insanların da. Hərisun aleykum, Peyğəmbər həris idi. Allah sonda buyurur, sahabələrlə, müsəlmanlarla məşvərət eylə. Amma qərar sənindir, bütün məsələlərdə. Qərarı sən verməlisən. Fəizə əzəmtə və təvəkkəl alallah. Qərara gəldin, ondan sonra Allaha təvəkkül elə. Burada bir incə məqam da var, o da bundan ibarətdir. Görün, bütün bu məsələlərdən sonra təvəkkül gəlir. Yəni, insan gərək ictimai məsələləri, siyasi məsələləri, digər məsələləri araşdıra, o ictimai siyasi qanunları riayət eləyə. Bütün bunlardan sonra məşvərət edirsən, mütəxəssislərlə məsləhətləşirsən, sonra Allaha təvəkkül edirsən. Bunlar olmadan Allaha təvəkkül etmək mümkün deyildir. İnsan hər hansı bir işi görmək istəyirsə, gərək ona lazım olan məsələləri araşdırsın, tədqiqat aparsın, sonda Allaha təvəkkül eləsin. Ayədə Allah Teala sonda belə buyurur. Fəizə əzəmtə və təvəkkələ alallah innallaha yuhibbul mutəvəkkilin. Allah təvəkkül edənləri sevir. Yəni, təvəkkülün o şərtləri var. O şərtləri həyata keçirəndən sonra Allah o təvəkkül edənlərə məhəbbəti vardır. Allah o təvəkkülü istəyir. O təvəkkül edənləri sevir. Yoxsa araşdırmadan, şərtlərini riayət etmədən Allaha təvəkkül etmək əslində özünü aldatmaqdır. Əslində Qur'anın ayələrinə, İslamın özünə zidd getməkdir. Bu ayənin davamında Allah Teala buyurur: "İn yansurukumullah fəla qalibə lekum." Əgər Allah sizə kömək etsə, sizə heç kim qalib ola bilməz. Yəni, bu xüsusiyyətləri siz daşırsanız, bu şərtləri riayət etsəniz, insanlarla münasibətdə mülayim olsanız, onlara qarşı məhəbbətiniz olsa, hidayətində çalışsanız, onların səhvlərinə göz yumsanız, onların hətta günahlarını Allahdan bağışlamağını istəsəniz və ağıllı, şuurlu şəkildə proseslərə qoşulsanız, Allah sizinlədir,
Allah sizin arxanızdadır. İn yansurukumullah fələ qalibə lakum. Allah da kömək etsə, nəinki qələbə sizə qarşı edə bilməzlər, heç qalibi yoxdur. Allah bu iki ayədə bu önəmli məsələləri diqqətimizə çatdırır. Ramazan ayıdır, müqəddəs aydır, Qur'anın baharı ayıdır. Bu ayələri biz bu ayda daha yaxından tanımalıyıq. Ona görə də bu ayəni biz bu gün diqqətinizə çatdırdıq ki, Qur'anla daha yaxından, Qur'an sahibi ilə daha yaxından tanış olaq. Bir-birimizə dua eləyək. Sizə Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.